Bir çox tarix yazarlarının və tədqiqatçıların dediklərinin ziddinə olaraq Babək və Xürrəmilər İslamdan qeyri bir dində deyildilər. Onlar müsəlman idilər və onların müsəlman olduğunu sübut edən kifayət qədər faktlar var. Məsələn, Yaqut Əl-Həməvi Möcəm Əl-Bulqan əsərində qeyd edir ki, orada, yəni Bəzzeyində mühəmmirə qırmızı geyinmişlər, öz üsyan bayraqlarını qaldırdılar. Orada İmam Mehdinin zühurunu gözləyirlər. Söhbət xatırladım ki, 9-cu əsrdən gedir və Babək hərəkatı dönəmi Əhl-i imamlarından hələ 8 və 9-cu imamların dövrünə təsadüf edirdi. İmam Rıza əleyhissalamın və bir də Məhəmməd Təqi əleyhissalamın zamanına təsadüf edirdi və hələ 12-ci imam gəlməmişdi. Eyni zamanda Kitab Əl-Milal və Nihəl adlı əsərində Məhəmməd Əbdülkərim Əş-Şəhristani qeyd edir ki, Babək imamın qeyb olacaq ruhunun çox sonralar geri dönəcəyini, yəni ricət etiqadını özü üçün əqidəyə çevirmişdir. Yəni bu kimi maraqlı məqamlar var. İstəxri yazır. Kitab Əl-Məsalik və Əl-Məmalik adlı əsərində qeyd edir ki, onların bəzdə məscidləri var, azan səsləri eşidilir, yəni onlar öz övladlarına Quran öyrədirlər. İbn Hövdəl yazır, Surət Əl-Ərz adlı əsərində qeyd edir ki, Xürrəmlər Babəkin tərəfdarlarıdır və Quran oxuyarlar. Bu kimi maraqlı məlumatlar çox təəssüf ki, Sovet dövründə diqqətdən kənarda qoyulur və Babək hərəkatı barədə fikir yürüdərkən bunun kimi bir çox məsələləri aydınlıq gətirmək lazımdır.